Bu xəstəlik cavanlıqda başlayır. Deməli, bu retinitis pigmentosa, toz korluğu fotoreseptorların tədricən məhv olduğu və görmənin itirilməsi ilə nəticələnən ağır bir xəstəlikdir. İndiyə qədər bu prosesi ləngidə biləcək effektiv bir metod demək olar ki, yox idi. Amma bu təzə bir preparat Amerikada ixtira ediliblər və indi onu sınaqdan keçirirlər. Əsas iş prinsipi nədir? Oksidativ stress belə bir şey var. Yəni ki, biz bildiyimiz stress yox, o hüceyrə səviyyəsində baş verir. Məhz bu stress torlu qışa hüceyrələrinin zədələnməsində əsas rol oynayan amillərdən biridir. FDA, yəni ki, Food Drug Administration Amerikanınki. Food Drug Administration nədir? Deməli, Amerikada qida məhsulları və dərmanlar bazara çıxmaqdan öncə gərək bu təşkilatdan keçsinlər və təşkilat artıq icazəni ver, olar ya olmaz. Yəni ki, hal-hazırda artıq bu FDA buna baxıb və icazə verir və etdiyi tədqiqatlara görə preparat görmə etkisini nəzərə çarpan dərəcədə ləngidir. Bəzi hallarda isə pasientlərin vəziyyətini stabilləşdirməyə nail olur.